Salam hörmətli izləyicilər. Bugünkü videoda çox vacib bir mövzuya toxunacağıq. Vergi uçotu nədir və sahibkar üçün niyə bu qədər önəmlidir? Əvvəlcə başa düşək ki, vergi uçotu nədir? Vergi uçotu hər bir sahibkarın və ya şirkətin gəlir, xərclər, vergi öhdəlikləri və bütün maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun formada hesabatlarda əks etdirilməsidir. Vergi uçotunun əsas məqsədi nədir? Gəlir və xərclərin tam və şəffaf şəkildə göstərilməsi, vergi məbləğinin düzgün hesablanması, vergi orqanlarının yoxlaması zamanı sənədlərin qaydasında olması, qanun pozuntularının və cərimələrin qarşısını almaq. Vergi uçotu necə aparılır? Hər bir gəlir və xərc əməliyyatı sənədləşdirilir və uçotda əks etdirilir. Vergi uçotu aparılarkən nələrə diqqət etmək lazımdır? Bütün sənədlər düzgün doldurulmalı və saxlanılmalıdır. Xərclər mütləq əsaslandırılmalı və təsdiq edici sənədi olmalıdır. İcarə, əmək müqavilələri, ödəniş qəbzləri mütləq olmalıdır. Düzgün qurulmuş uçot cərimə və əlavə vergi borclarının qarşısını alır. Vergi uçotu düzgün biznes idarəçiliyinin və qanunlara uyğun fəaliyyətin əsas şərtidir. Düzgün uçot sizin biznesinizi həm qoruyur, həm də sizi əlavə xərclərdən və cərimələrdən azad edir. Siz də vergi uçotu sahəsində peşəkar dəstək almaq istəyirsinizsə, bizim komandamız hər zaman sizin yanınızdadır. Əlavə suallarınız olarsa, şərhlərdə qeyd edin və ya birbaşa bizimlə əlaqə saxlayın. Videonu bəyəndinizsə, paylaşmağı və kanalımıza abunə olmağı unutmayın.